sevdiyiniz şeylərlə, yəni artıq olanla yox. Yəni dəyərli olanı bölüşməkdə savab daha çoxdur. Bu iş çox böyük işdir. Yəni hətta belə təşviq etmək belə, hətta insanları bir fikir üzərində toplamaq bu özü bir məncə yardımlaşmadır. Xeyriyyəçilik və ya da ki, sosial yardımlaşmanın həm insanın özünə psixoloji tərəfdən çox müsbət təsiri var. Eyni zamanda cəmiyyət üçün də çox böyük bir təsiri var. O vaxta qədər elə bil biz yatmışdıq. Mən şəxsən öz adıma deyirəm ki, elə bil bir qəflət var idi. Oradakı Bakının o küçələri nə gedib çıxdıq biz ki, yəni burada ümumiyyətlə belə evlər var imiş, belə ailələr var imiş. Layihəni yazanda belə deyək də, məlumatları göndərəndə özüm də Covid xəstəsi idim, yəni qızdırma ilə o çətin bir vəziyyətdə nəsə yazdıq göndərdi, belə ümidsiz saldı ki, yazaq göndərək nə olar. 60 ölkədən 2000 layihə arasında dünya üzrə birinci yerə çıxmaq bizim üçün həqiqətən gözlənilməz bir uğur idi. Adi gündəlik qidalar belə yoxdur. Çarəsiz bir növ. Bəli. Yəni onları görəndə yaranan birinci növbədə bir şükür vəziyyəti ki, yəni mən necə nemətlər içində yaşayırmışam, fərqində deyilmişəm. 5 nəfərlə başladığımız aksiya Allahın izni ilə hadisə 2 ayın tamamında 150 nəfərlik böyük bir könüllü heyətimiz var idi və Maşallah. həmin o müddətdə təxminən 6500 ailənin qapısını döyərək onlara ərzaq yardımı çatdırdı. Axırda deyəcəm, yəni nömrəsini paylaşırıq. Bu səbəb gördüyünüz axırda belə gördüyünüz kimi məqsəd buydu ki, davay action. Birinci tas. Doğrudan suallar clear-dır da, yoxsa Qətiyyən clear deyil. Gedişatda biləcəyik. okey, əsas onda bir yaxşı ki sən sağda oturmusan. Paxoda gedəcəyik də. Bismillah. Biz başlayaq da onda. Assalamu aleykum və rəhmətullahi bərəkatuh. Əziz dostlar, qardaşlar, bu gün biz yeni mövzu ilə başlayırıq. Mövzu çox mühüm və aktualdır. Yəni düşünürəm ki, sağlam düşüncəsi olan hər bir insan bunu düşünür. Çünki mövzu elə bir mövzudur ki, o ətrafımızda və yaxud sosial mediada biz bunu görə bilirik. Xüsusən də fərqli bölgələrdəki insanlar ehtiyac içindədir. Bugünkü mövzumuz bizim sosial yardımlaşmadır və xeyriyyədir. Və bu mövzuda iki dəyərli dostumuz və bu işlə həqiqətən məşğul olan, bu işi təşviq edən yoldaşlardır. Sağdan başlayaq. Bismillah, Adil qardaş. Təqdim edərdi, sözümüzü qısa olar. Aleykum salam və rəhmətullah bərəkatuh. Allah razı olsun Süleyman qardaş dəvətiniz üçün. Həqiqətən belə bir mövzuda çıxış etmək çox məsuliyyətlidir. Allah utandırmasın. Qısa olaraq özümü təqdim edim. Adil Abdullayev, 15 ildən çoxdur layihə idarə edilməsi istiqamətində təcrübəm var və peşəkar layihə idarəçisiyəm, beynəlxalq sertifikatlı. Eyni zamanda hal-hazırda bir startapım var, hansının ki üzərində çalışırıq və kifayət qədər uğurlu bir layihədir. Əlavə olaraq bir şirkətin idarəçiliyi mənim üzərimdədir. Paralel olaraq da həyatımın ayrılmaz bir hissəsi olan Biganə Qalma layihəsinin idarəçiliyini edirəm, layihə rəhbəriyəm. Gözəl. Növbəti qonağımız Tamirlan. Salam aleykum. Çox sağ olun məni belə gözəl mövzuda dəvət etdiyiniz üçün. Mən də 10 ildən çoxdur ki, biznes idarə etməsi və marketinq sahəsindəyəm. Fərqli yerli bizneslərin içindəyəm, idarə heyətində və s. onların bir yerdə böyüməsinə dəstək oluram. Həmçinin öz şirkətim də var elə marketinq istiqamətində. Və bu yardımlaşma mövzusunda da bir 4 il artıq demək olar, apreldə 4 il tamam olacaq bir WhatsApp qrup yaratmışıq və mütəmadi çalışırıq orada bir işlər görək, yardımlar eləyək ehtiyac sahiblərinə. Yəqin ki ona görə mənə dəvət eləmisiniz, çox sağ olun. Çalışacağam ki oradakı belə deyək, çıxartdığımız nəticələrdən, öyrəndiklərimizdən bölüşək. Allah razı olsun. Bəli, yəni əslində bu iş çox böyük işdir. Yəni hətta belə təşviq etmək belə, hətta insanları bir fikir üzərində toplamaq bu özü bir məncə yardımlaşmadır. Çünki belə deyək, belə bir deyim var, deyir, pul sənin deyil, sənə əmanətdir. Və paylaşılmayan bir mal dövlət əslində bir yükdür. Hətta dinimizdə də Quran-ı Kərimdə Ali İmran surəsində buyurulur ki, sevdiyiniz şeylərdən Allah yolunda xərcləmədikcə yaşlığa çata bilməzsiniz. Mallarını sevdiyi halda qohumlara, yetimlərə, miskinlərə və yoxsullara verənlər. Yəni Əl İmran surəsi və Bəqərə surəsində
vurulduğu kimi biz görə bilirik ki, biz sevdiyimiz malımızdan Allah yolunda xərcləyəcəyik və bu da yardımlaşma olacaq yetimlərə, kasıblara, ehtiyac olanlara. Adil qardaş, indi o layihələrdən ümumiyyətlə biz niyə belə deyək də niyə biz kömək etməliyik? Yəni sosial yardımlaşma və köməkləşmənin faydaları nədir? Əslində elə indi toxunduğunuz ayəyə misal gətirərək, yəni orada Allah Subhanahu va Taala buyurur ki, sevdiyiniz şeylərlə, yəni artıq olanla yox. Yəni dəyərli olanı bölüşməkdə savab daha çoxdur, nəinki bu məndə artıqdır və ya lazımsızdır, mən bunu bölüşüm. Yəni bu çox bir önəmli bir mesajdır. Və bu mesajdan irəli gələrək onu deyə bilərəm ki, yəni xeyriyyəçilik və ya da ki, sosial yardımlaşmanın həm insanın özünə psixoloji tərəfdən çox müsbət təsiri var, eyni zamanda cəmiyyət üçün də çox böyük bir təsiri var. Sosial yardımlaşma cəmiyyət tərəfdən baxsaq, bir növ sosial sığorta rolunu oynayır. Yəni biz bu günləri kiməsə yardım etməklə cəmiyyətin və ya dövlətin müəyyən bir çətinliyini mi deməyim, bir məsələdə ona dəstək etmiş oluruq ki, nədən misal üçün biz əgər bir kasıba yardım ediriksə, biz onu təsirində dəstək olmuş oluruq ki, o gələcəkdə cəmiyyət üçün faydalı bir şəxs olur. Biz həmin adamı səhv yola düşməkdən yardım edirik, sabahlar onu oğurluq etməkdən yardım edirik və bu növ sosial yardımlaşma bir növ cəmiyyətdə bir sosial sığorta rolunu oynamış olur. İkinci tərəfdən, yəni dediyim, bunun bir psixoloji təsiri var ki, biz insanlar kiməsə yardım edəndə, ya bu hətta alimlər tərəfindən də sübut olunub ki, altruizm deyilən bir anlayış var. Yəni adam yardım edəndə onun belə deyək, yardım edən, kömək alandan daha çox xoşbəxt olur. Yəni, sevinç gəlir. Sevinç, yəni psixoloji tərəfdən daha üstün olur. Yəni bir adam dopamin gedir oradan. Bəli, altruizm zaten o dopamin belə deyək də ixrac olunur. Daha çox belə deyək, insan daha çox xoşbəxt olur. Yəni bu kimi şeyləri nəzərə alsaq, yəni yardımlaşmanın müsbət tərəfləri həddindən artıq çoxdur. Yəni bir Mövlana'dan bir misal var ki, yəni bir şam başqa şamı yandırmaqla öz nurundan, işığından əskiltməz. Əksinə daha gür yanmış olar və daha işıqlı olar ətraf. Yəni yardımlaşma da bu tipli bir şeydir. Yəni insan yardım etdikcə əksinə mal azalmaz, əksinə çoxalar ki və onun faydasını da gördükcə insan daha çox xoşbəxt olar. Bir növ elə bir ki, özünə yardım edir də. Bəli, bəli. Bir yaxşılıq edir, özünə bir yaxşılıq edir. Özünə bir yaxşılıq etmiş olur, bəli. Bu yönümdə sizin də biganə layihəsindən. Bizim bəli, mən özümü tanıyandan demək olar ki, bu xeyriyyə işinin içində olmuşam, davamlı olaraq sosial yardımlar, sosial projelerin, layihələrin içində olmuşam və həyat elə gətirdi ki, 2020-ci ildə pandemiya dönəmi başlayanda o zaman hər kəsi evdə oturmağa vadar edirdilər. Yəni təbii ki, bu ehtiyatdan irəli gələrək xəstəliyin qarşısını almaq üçün, pandemiya olduğu üçün dövlətin o vaxt bir şüarı var idi, evdə qal deyə. Və biz də o zaman ətrafımızda xeyli insanlar yarandı ki, hansılar ki, günəmuz işləyirdi və gündəlik gəlirləri o işdən gəlirdi və insanlar artıq gəlir yerləri məhdudlaşdığı üçün müəyyən bir çətinliklərlə qarşılaşırlar və bu saylar günbəgün artmağa başladı və bizə çox insanlar müraciət etməyə başladı. İlk başdan özümüz nəsə etmək istədiksə də gördük say çox olduğu üçün qərara gəldi ki, bunu bir aksiya halına gələk və o zaman 5 dost birləşərək Tamerlan da o dostlardan biri idi, çevrədən biri idi. Sadəcə fikirləşdik ki, neyin ya, bəlkə nəsə əlimizi daşın altına salıb nəsə edək və o zaman çox düşündük və qərara gəldik ki, bir aksiya başlayaq. Ad seçiminə gələndə o vaxt yəni dövlət dedi ki, evdə qal, bizə dedi ki, evdə qal, amma biganə qalma. Yəni burada mesajımız daha çox imkanlı şəxslərə idi ki, tamam evdə qalırıqsa da belə, amma ətrafımızdakı insanlara biganə qalmayaq. Və bu formada yola başladıq. 5 nəfərlə başladığımız aksiya Allahın izni ilə hardasa 2 ayın tamamında 150 nəfərlik böyük bir könüllü heyətimiz var idi və həmin o müddətdə təxminən 6500 ailənin qapısını döyərək onlara ərzaq yardımı çatdırmağa Bu hansı müddətə əhatə edir? Dediyim kimi təxminən 2 ay müddətinə. Maşallah. 2 aydan sonra artıq qapanmalar, ondan sonra müəyyən qədər iş yerlərinin açılması və s. bərpa olunmağa başladı və artıq biz yavaş-yavaş bu prosesi dayandırdıq.
Hətta bu layihə deyəsən hansısa bir premiyalar deyəsən Moskvada idi səhv etmirəmsə. Bəli. Zaten biz bilirik ki, hər bir görülmüş xeyir bir işin, yaxşı bir işin Allah mükafatını mütləq verir. Allah həmd olsun. Allah bunun mükafatını bizə bu dünyada verdi. İnşallah ümid edirik ki, o dünyada da biz bunun mükafatını alarıq. Belə bir şey oldu ki, bir dostumuz müraciət etdi ki, bəs Moskvada Rusiyada belə bir yarış keçirilir. Pandemiya vaxtı dünya üzrə həyata keçirilən layihələr arasında bir yarışma keçirilir ki, kim hansı layihəni icra edib və hər kəs öz layihə təklifini göndərir ki, mən bu illər ərzində bu işi görmüşəm, daha doğrusu bu müddət ərzində bu SNG ölkələri üzərində. Dünya üzrə idi. Və dünya üzrə harsız 60 ölkədən 2000-ə yaxın müraciət var idi həmin layihəyə. Və biz də sadəcə özdə həmin dönəm layihəni yazanda, belə deyək də, məlumatları göndərəndə özüm də Covid xəstəsi idim. Yəni qızdırma ilə çətin bir vəziyyətdə nəsə yazdıq göndərdi, belə ümidsiz saldı ki, yazaq göndərək nə olar. Sonra xəbər gəldi ki, bəs bizi Moskvaya dəvət etdilər ki, bəs sizin layihə maraqlı gəldi bizə, gəlin final mərhələsində iştirak edin. Final mərhələsi Moskvada təşkil olunurdu. Getdik, ilk deməli, çoxlu layihələrlə tanış oldu. Azərbaycandan da böyük bir heyət getmişdi, onlardan biri də biz idik. Və oradakı olan təşkilatları görəndə bir növ fikirləşdik ki, yəni burada Qırmızı Xaç təşkilatı var, burada Qırmızı Aypara cəmiyyəti var. Yəni bir çox iri xeyriyyə təşkilatlarının yanında biz fikirləşdik ki, bizim gördüyümüz iş çox kiçik bir işdir. Yəni udma ehtimalımız demək olar ki, qazanma ehtimalımız sıfıra bərabər idi. Nəysə elə gətirdi ki, Allahın izni ilə bizə ilk günlərdə bizə bir yarışma üzrə verdilər, istiqamət üzrə vətəndaş cəmiyyəti olaraq göstərilən dəstək, yəni vətəndaş cəmiyyəti olaraq, yəni bir aksiya olaraq, könüllü olaraq. Dövlət qurumu deyil. Dövlət qurumu yox, kimi yox. O istiqamət üzrə bizə sertifikat verirlər ki, ən yaxşı layihə sizin layihədir. Orada bir ki 6 və ya 7 nominasiya üzrə qaliblər seçildi. Sonra o qaliblərin arasında da ki ən yaxşısını seçildilər. Biz zaten fikirləşdik, okey də bunu almışıqsa bu artıq bizim üçün böyük bir uğurdur, bəs eləyər bizə. Ondan sonra axır final günü elan olundu. Böyük bir zaldır, hardasa bir 1000 nəfərin üzərində adam əyləşib. Demək olar ki, Rusiyanın hökumət dairələrindən böyük vəzifəli şəxslər əyləşib. Tədbir gedir, bir qalibləri elan edirlər və s. Axırda gəldi çatdı bizim bu nominasiya üzrə ki, onlar öz aralarında buna ilin adamı deyirdilər. Yəni Rusiya Человек года. Və ilin ən yaxşı layihəsi, ilin adamı namizədin adı açılanda heç gözləmədiyimiz yerdən mənim adımı çəkdilər, Adil Abdullayev. Yəni həmin an tüklərim belə deyildi, biz oldu. Oradan da müharibə gedib təzə qutarıb, Rusiya ilə falan. Rusiya ilə müharibə yox, orada çünki hələ Ukrayna ilə müharibə başlamamışdı həmin o dövrdə, daha sakit dönəm idi. Azərbaycanda biz artıq bir qalib ölkənin bir vətəndaşı olaraq orada iştirak edirdik, amma Rusiyada müharibə hələ başlamamışdı. Çünki bu baş vermişdi 2021-ci ilin dekabr ayında, müharibə səhvimizdə 2022-ci ilin fevralında başladı. 2021-ci ilin dekabrında biz həmin o mükafatı götürdük, böyük bir auditoriya qarşısında çıxdıq, Azərbaycanı təmsil etdik. Yəni bizim üçün bu böyük bir uğur idi. Yəni dediyim kimi 60 ölkədən 2000 layihə arasında dünya üzrə birinci yerə çıxmaq bizim üçün həqiqətən gözlənilməz bir uğur idi və dediyim kimi bu sanki bizim gördüyümüz bir işin bu dünyada Allah bizə verdiyi mükafatı idi. Bu sözə uyğun bir dənə şey demək istəyirəm ki, Bəqərə surəsində Allah Subhanahu taala deyir ki, verdiyiniz hər bir xeyri Allah bilir. Və əgər sədəqəni gizli versəniz, bu sizin üçün daha xeyirlidir. Yəni siz bir növ bu işi başladınız, burada bir necə deyim, yalnız təmənna etdiyiniz insanlara yardım etməkdir, insanlara əlinizi uzatmaq, bir növ biganə qalmamaqdır. Və bunu edirsə gözlənilmədən də belə bir nominasiya verilir. Bəs yaxşı, o nominasiyadan dəyərli mən düşünürəm ki, o siz 6000 neçəsə ailəyə dəstək. Orada hər dəstək olanda, indi siz də yəqin o işin içində iştirak edirsiniz də. Orada nə hisslər olur? Yəni çünki çox böyük bir sayda 6000 ailə, yəni az bir say ailə deyil, yəni. Mən əslində istəyirəm bu sualı Tamerlan cavablandırsın. Yəni mən demək olar ki, belə deyək də, arxada təşkilatı işlərdə olduğum üçün daha çox ambara, alışlara, ondan sonra işin ümumiyyətlə qurulmasına dəstək olurdum. Amma bizim bir komandamız var ki, hansılar ki, birbaşa artıq gedib insanlara yardımları çatdırırdılar. Buradan da həmən o dostlara, əksər belə deyək, buradan izləyən dostlar o layihədə iştirak eləyib və biz tanıdığımız, ortaq tanıdığımız dostlar da var. Tamerlan,
Bu işin içi nətər oldu, necə oldu, necə getdi? Ümumiyyətlə həmin vaxtı məndə bir fərqindəlik və aydınlanma yarandı həqiqətən. Çünki həmin layihədə Adil qardaş dediyi 6500-dən çox ailə, yəni o vaxta qədər elə bil biz yatmışdıq. Mən şəxsən öz adıma deyirəm ki, elə bir qəflət var idi. Oradakı Bakının o küçələri nə gedib çıxdıq biz ki, yəni burada ümumiyyətlə belə evlər var imiş, belə ailələr var imiş, belə çətin vəziyyətdə yaşayan. İndi bəziləri elə həmişədən çətin vəziyyətdə yaşayırdı. Bəziləri qapanmadan dolayı tutaq ki, evdə bir nəfər işləyir, fəhlədir, onda işi bir dəqiqə yoxdur. Tamamilə gəlirsiz qalıblar, qıraqda bir pulları yoxdur və qalmışlar adi gündəlik qidaları belə yoxdur. Çarəsiz bir nəfər. Bəli. Yəni onları görəndə yaranan birinci növbədə bir şükür vəziyyəti ki, yəni mən necə nemətlər içində yaşayırmışam, fərqində deyilmişəm. İkincidə nə qədər ehtiyac var imiş əslində bu tipli aktivliklərə. Çünki Adil qardaş dedi ki, yəni hər şeyi dövlətdən və yaxud da başqasından gözləmək lazım deyil. Özümüz də aktiv olmalıyıq və orada elə bil indi Adil qardaş özü də dedi həqiqətən də, yəni illərdir bu işin içindədir. Mən o vaxta qədər daha bəlkə də passiv idim bu məsələlərdə, amma orada bir məsuliyyət özümdə hiss elədim və inanıram ki, bütün digər o layihədə iştirak edən digər yoldaşların hamısında bu yarandı ki, yəni biz daha aktiv olmalıyıq. İstər pandemiyadan bitsə də sonradan da. Və onun bəlkə də nəticəsidir ki, indi hamımızın qabağına çıxıb sosial mediada fərqli elanlar olur və elanların doğruluğunu dəqiqləşdirə bilmirsən. Çıxır qabağına ki, hansısa uşaqda məsələn yardım lazımdır və yaxud da kimsə əsasən xəstəliklərlə bağlı baş verir bu. Və həmin vaxtlarda da o indi bilmirəm nə belə bir həvəs yaranmışdı, nə bilim istək yaranmışdı ki, aylıq mütəmadi o bir dənə hədis var da bununla bağlı ki, ən yaxşı əməl belə davamlı əməldir, düzdürmü? Yəni ondan yola çıxaraq istəyirdim ki, nəsə davamlı bir şeylər olsun, amma bu elanlar da insanın qarşısına çıxır, bilmirsən bu düzdür, səhvdir, dəqiqləşdirmək çətindir. Elə o belə deyim minvalla bir təşəbbüs göstərdim ki, bəlkə bir qrup yaradım. 5-10 nəfər özümüz, qardaşlar, nə bilim belə bir 10 nəfər, 20 nəfər yığılaq. Elanlar olanda ataram, bir yerdə eləyərik. Allah həmd olsun, yəni qrup yavaş-yavaş artdı. Bugünkü gün 240 nəfər var təxminən qrupda. Düzdür, hamı aktiv deyil, amma arada bir belə deyək qrupu silkələməyə çalışıram mesajlarla. Ayda 3-4 belə elan paylaşırıq qrupda. Belə, yəni o gəlir. İndi orada bir dənə də nə məsələ var ki, o pandemiyada dediyim o vəziyyət ki, ailələrə gedirdik və o vəziyyəti görürdük. İndi o qrupun sayəsində mənə hər ay elanlar gəlirdi. Yəni mən elə bil o halı mən belə deyim, məndən çıxmır da. Yəni də hər tez-tez görürəm belə halları və bir ara belə bir şey yaranmışdı. Qrupun təzə yarandığı ilk bir ildə idi. Biraz vaxt problemi yaşayırdım. Elanlar da bir tərəfdən gəlir, bir tərəfdən kimsə göndərir ki, bir dənə bu adam qrupa əlavə elə. Onu da gələ birinci kontaktda yazardım, sonra qrupa hər dəfə nəsə belə bir şey yaraşırdım. Sonra əməkdaşlardan birinə qrupa admin elədim ki, bu xahişim bunun koordinasiya. Amma sonra belə içimdə bir şey oldu. Belə dedim ki, yox, bunu özün elə. Həm o şeydən ayrılma, o dediyin o haldan ayrılma. Gör bu şeyləri, özün içində ol. Həm də ki, yəni savabını götür də bunun. Ona görə kənara qoydum o məsələləri. Ondan sonra dedim ki, yox, nə olur olsun bu məsələ ilə birinci prioritetdir. Yəni dünya işi onsuz da bitməz. Buna fokuslanmaq lazımdır. O bir şey yadıma düşdü. Ömər radiyallahu anhun Rəşidi xəlifələrdən olan Həzrət Ömərin vaxtında çox aclıq olur. 2 ilə yaxın aclıq olur və bir gün ümumiyyətlə bütün o Rəşidi xəlifələrin belə deyək adəti idi, hətta ondan sonra da yaşayanların ki, kim ki o vəzifəyə çıxırdı, onlar hər gecə Allah üçün bütün o əraziləri gəzərdi. Və gəzəndə də onlar əlbəttə ki, görüm harda nə var, yox, daha çox ehtiyac sahiblərini axtarardılar ki, görəsən ac varmı? Çünki Peyğəmbərimiz sallallahu əleyhi və səlləm bildirdiyi kimi qonşusu ac yataraq özü yatan həqiqi mömin sayılmaz. Yəni o hədisləri eşidən, bilən sahabələr isə onlar üçün həmişə bir qorxu var idi. Kimsə ac qalar, mən isə tox olaram. Və onlar gedirdi və bir gündə bir kasıb bir ailəni görürlər və görür bir xanımdır. Görür ki, təkdir, tənhadır, yemək pişirir. Elə bir qabağında bir qazan var. Uşaqlar da ağlayır. Deyir, ey qadın, vay halıva, sən niyə ona kömək etmirsən də? Uşaqların ağlayır, göz onlara yemək ver. Deyir, səbəb nədir?
Deyir onlar aclıqdan ağlayır və mən yemək bişirmirəm. Mən suyu qaynadıram, yeməyə heç nə yoxdur. Deyir, vay olsun Ömərin halına ki, bizi bu halda buraxdı. Allah ona bu əmanəti verdi, o əmanətə xəyanət etdi. Ömər radiyallahu anhu, sən deyirsən belə, özünə gəldi ki, bir anlıq yəni şok oldu da bir növ. Ki, bu nə haldır da, mən bu barədə xəbərim yoxdur. O deyir, ey qadın, Ömərin hardan məlumatı olsun sənin halından da, yəni. O deyir, yox, o bizi əmanət götürüb, o bilməlidir. Bundan sonra o özü şəxsən gedir, yanında köməkçisi olmağına rəğmən, gedir, yeməkdən götürür, onu belinə yükləyir, köməkçi ona kömək etmək istəyir, o deyir ki, xeyr, israrla kömək etmək istəyəndə Ömər radiyallahu anh yaşlı halda olur, o deyir, vay halva, mənim axirət hükmü daşımaq istəyirsənmi? Yəni, onu aparır, o qadının yanında oturur, onu yeməyə kömək eləyir, pişirməyə və hətta uşaqları yedirməyə belə yardım eləyir. Yəni, o prosesin içində insan, necə deyərlər, onu daşıyanda, hətta onlarla oturanda, öz pulundan ona verəndə və yaxud başqa insanlarda bu xeyri təşviq edəndə, əlbəttə sən o işin içində olursan və o hal sənin üzərə sirayət edir belə bir növ. Onlar bizim üçün böyük nümunədir individual olaraq. Hə, amma yəni bu da bizim üçün nümunə olmalıdır ki, onlar o işin içində, prosesin içində özləri olanda o hal onlara təsir edir. Biz qıraqdan bir növ nəyisə idarə eləyə bilərik, nəyisə edə bilərik. Amma o işi özümüz eləyəndə və yaxud öz malımızdan, bayaq sevdiyimiz malımızdan xərcləyəndə o əlbəttə ki, başqa bir şeydir mən düşünürəm. İndi belə bir şey də deyim ki, pulun yoxluğu yox, mərhəmətin yoxluğu kasıblıqdır. Və belə deyək, kasıblıq cibdə pulun olmaması yox, belə deyək də qəlbdə olur. Yəni zənginlik də qəlbdə olur, kasıblıq da qəlbdə olur. Və İmam Əli radiyallahu anhudan deyilir ki, Rəşidi xəlifələrdən mal sənin əlində olsun, qəlbində yox. Yəni bir növ bir vasitəyə çevrilməlidir mal. İndi bu layihə bizə həm də belə deyək də bu deyək ki, infaqlardır. Bir növ amma İslamda da, İslam dinimizdə də fərqli xərcləmələr var. Yəni Allah üçün müəyyən olunan miqdarlar var ki, biz onu Allah üçün xərcləməliyik. Birisi zəkatdır, o imkanlı olanlaradır və birisi də sədəqədir ki, imkanı olub olmayanlar üçün bunu Allah üçün infaq edə bilər. İndi bu barədə danışmaq istəyirik. Yəni biz necə anlayırıq? Zəkat və sədəqənin önəmi barəsində danışmaq istəyirik. Burada toxunduğunuz o vacib məqamlardan birini yenidən belə deyək də toxunmaq istərdim. Təəssüflər olsun ki, cəmiyyətdə formalaşmış yanlış fikirlərdən biri odur ki, mən əgər sosial yardım etmək istəyirəmsə və ya da ki, bir xeyriyyəçilik işlə məşğul olmaq istəyirəmsə, mənim mütləq pulum olmalıdır. Yəni, mənim pulum yoxdursa, mən heç nə edə bilmərəm və ya da ki, mənim nəyim var ki, mən yardım edim də. Yəni, bu anlayışın özü tamamilə yanlış bir anlayışdır. Çünki yardım ancaq pulla olan bir şey deyil. Yəni, bu bir təbəssüm və yaxud da ki, kiminsə bir fiziki dəstəyinə yardım etmək və yaxud da ki, nə bilim, ən azı misal üçün Tamerlan bir post paylaşırsa, onu sən özün də paylaşıb dəstək ola bilərsən. Yəni, postu paylaşmaqla da belə sən hansı bir xeyrə bir vəsilə ola bilərsən və yaxud da ki, hansısa bir aksiyada gəlib, hansısa bir yükü götürüb, harasa aparıb çatdırmaq. Yəni, bu kimi şeylərlə də dəstək ola bilərsən, yardım edə bilərsən və bu çox önəmli məsələlərdən biridir. Çünki deyirəm, adamlar deyir ki, mənim nəyim var ki, mən kiməsə də yardım edim və digər yardım növlərini tamamilə unutmuş olurlar. Bir məsləhət vermək məsələn, o da bir yardım növüdür. Doğru yerə doğru məsləhət. Ən azı misal üçün sənin bildiyin varsa, hansısa bir imkansız tələbənin riyaziyyatdan misal üçün hansısa bir bildiyinin yaxşı sahədən varsa, onun hazırlığına dəstək olmaq, nə bilim, yolda kiməsə yardım etmək, ən azı yolda gördüyümüz bir daş parçasını belə götürüb bir kənara qoymaq, bu özü belə bir yardımlaşmanın bir şeyidir. Yəni burada bir istək olmalıdır da. Yəni bizim bir qənə qalmaya, yəni müsbət tərəflərindən biri oldu ki, bizə gələn komanda üzvləri öz kiçik problemlərini böyütmədilər. Yəni onlar əksinə böyük problemlərin həlli olmağa çalışdılar. Yəni bizim hər birimizin həyatda müəyyən bir problemlərimiz var, biz onu özümüz üçün böyüdürük. Amma başqalarının problemini görəndə başa düşürsən ki, mənim problemim bir növ utanırsan da. Hə, yəni mən də mi şikayət edirəm, mən də mi deyirəm ki, məndə yoxdur. Yəni ona görə bu sən onu yardımlaşmanı edəndə onu ancaq hiss edə bilirsən. Onu etmədən sən onu başa düşmürsən. Fikirləşirsən ki, ən böyük problem, ən böyük dərd məndədir. Amma başqalarının problemini, başqalarının dərdini görəndə əksinə daha çox şükür edirsən ki, ya Rəbbim, bu halımıza şükürlər olsun, həmd olsun. Məsələn, tutaq ki, səhər oyanırsan, hansısa səbəbdən məsələn evdə isti su gəlmir də, sən də
çiməcəydin, sonra çıxacaqdın. Nəsə istəsə gəlmir. Sən də əsəbləşirsən, yəni biraz təəssüflənirsən, təəssüflənirsən ki, bu nədir belə falan. Sonra bir də gəlsən bir ailə ilə tanış olursan, görsən ki, bunların ümumiyyətlə ümumiyyətlə istisi yoxdur. Ümumiyyətlə hamam yerdəndir, pəncərəsi yoxdur və buz kimidir və ümumiyyətlə duşda yoxdur. Prosta bir şlanq falan çəkib bir tər soyuq su ilə onu da belə necəsə çaynik falan necəsə qızdırıb eləyib, yəni çimməyə çalışırlar və evdə 6 nəfər var. Onu görəndən sonra deyirsən ki, yəni ona görə bu tipli şeylərin içində olmaq çox yaxşıdır. Çalışmaq lazımdır ki, yəni özün eləyəsən ya özün eləyə bilmirsən, məsələn bəzən qoşulasan, ən azından gedib birbaşa, çünki biraz o da var. O tənbəllik. Ümumiyyətlə bu mövzu səhv etmirəmsə Adil qardaş da qeyd elədi ki, o biri var nəfsimiz, məsələn bir şey çıxır qabağına, məsələn bu bir imkan var da burada yardım eləyə bilərsən. Amma orada baxır da, məsələn mən özümə belə bir dəfə hansısa videoya baxdım, o mənə çox təsir elədi. Mən elədim, məsəl üçün deyirəm, ta ki elanda çıxıb, görürəm ki, ora nə qədər göndərmək istəyirəm, məsələn 20 manat. O anda elə bir özümü sorayım, 20 manatsa deyirəm 30 göndərəcəm onda ki, orada biraz elə bir o içimdəki nəfsi burum da. Yəni nə eləmək istəyirəmsə onun biraz artığını eləməyə çalışıram ki, o nəfs orada biraz belə deyək bastırılsın. Yəni ona görə də bu tipli məsələlərdə aktiv olanda, gedəndə, görəndə insan həqiqətən də nəfsindən mübarizədə güclənir və gündəlik ən azı şeylərdə. Və sevdiyindən xərcləyirsən də. Özü fikirləşsən ki, mən bunu pulu ayıra bilərdim, nəsə edə bilərdim. Bir növ özünü tərcih etmirsən, başqasını tərcih edirsən. Bu ilə də elə bir ki, özün ucalırsan. Yəni sən qəlbən zənginləşsən ki, yox, Allah mənə verər, Allah məni yetirər. Bəs sədaqələr, indi suala qayıtsaq, zəkat və sədaqə məsələsində, zəkat ibadəti belə deyək də bizə fərz olunan 5 ibadətdən biridir. Daha doğrusu yəni 5 təməl belə deyək. İslamın əsaslarından biridir. Allah bütün müsəlmanlara zəkat verməyi nəsib etsin inşallah. Amin. Belə deyək, ibadətləri tamamlamağı nəsib etsin inşallah. Əmri tamamlamağı nəsib etsin inşallah. Zəkat yenə də biz məsələyə xərc kimi baxsaq, yenə də bu düzgün deyil. Bu zəkat bizim malımızın təmizlənməsidir. Bəli. Hələ ərəbcədə zəkat təmizlənmədir. Onu biz Qurandan biz ona başa düşürük ki, zəkat bizim malımızın təmizlənməsidir. Və bu sanki Allahdan bizə gələn kasıblar payıdır belə deyək də. Yəni o bizim deyil. Yəni o kasıbların payıdır, hansı ki Allah Subhanahu taala onu bizim vasitəmizlə kasıblara çatdırmaq istəyir və biz bunun fərqində olanda bunu artıq zəkatının artığını belə verməyə adam daha çox belə deyək də şövq etmiş olur. Bir Tamirlan qardaşın buyurduğu kimi də, yəni sədaqə belə verəndə bizim nəfsimizə xoş gələ biləcək bir məbləğ var ki, o bizim nəfsimizi incitmir. 10 manat, 20 manat, 5 manat bu imkandan asılı olaraq insandan insana fərqlənir. Amma nəfsi də biraz sıxmaq lazımdır, tərbiyə etmək lazımdır. Yəni ağır gələni vermək lazımdır ki, nəfs buna öyrəşsin. Yəni biraz tərbiyələndirmək lazımdır. O Zəriyyət surəsində də deyir, sənin söz və qüvvət, onların mallarında kasıbın və məhrumun haqqı var. Bəli. O zəkatdır, sədaqədir. Bəli. Həm də sədaqənin özünü də, yəni biz baxanda bu bizi hansısa bir bəladan qoruya bilər. Yəni sədaqənin zaten bunu da biz müsibətlərdən qoruyur. Və ya sədaqənin özü Allah Subhanahu taala Quranda buyurduğu kimi bir sümbülə bənzər ki, yəni hansı ki 7 dəfə daha çox belə deyə də belə bir sümbül əkirik əvəzində nə qədər taxıl götürür və ya ki nə qədər buğda götürür. Yəni bu da bir sədaqə bizi nə qədər xeyir işlərə qapı açır. Bəli. Bu sədaqə sözü sidq sözündəndir. Yəni doğru olmaq sözündəndir və burada əslində həqiqətən də insan öz imanının doğruluğunu çox yaxşı test eləyə bilər də belə deyək bu sədaqə ilə. O ki o dediyim kimi bir şey çıxır qabağına fürsət. Ola bilər heç pulla olmaz. Məsələn, geyim vermək lazımdır. Kimisə deyə eşidirsən ki, geyimə ehtiyacı var. Orada bir mövzu odur ki, sən məsələn 10 dənə şalvarın var, elə birini olsa da geyinməməyə qərar vermişdin, onu verirsən. Bu birinci səviyyədir. İkinci səviyyə odur ki, sən özündə olanların daha yaxşısını verirsən. Üçüncü səviyyə odur ki, ümumiyyətlə gəlirsən təzə şalvar alırsan, aparırsan, verirsən də. Və bu özün insan orada, yəni çünki Allah bizə vəd verir ki, nə versəz mən onu qat-baqat sizə qaytaracam, düzdür? Artıq burada birbaşa olaraq iman testidir ki, sən nə qədər bu sözə inanırsan və qəlbində bunu yaşayırsan ki, fakt çıxıb qabağına bir dənə söz var, deyir, pulun azalıbsa sədaqə ver.
Yəni nə qədər buna biz qəlbimiz inanırsa, o qədər də o anda deyirsən ki, fürsətdir də. Yəni onsuz da mən bura verirəm 20 manat, bu mənə qayıdacaq. Yəni səmimi qəlblə inanmısansa heç adam narahat ola bilməz də bundan ki, yəni son 20 manatın da olsa verərsən ki, onsuz da Allah mənə vəd verib də bunu qaytaracaq. Hətta belə bir qayda var ki, sən Allah yolunda sədaqə verməyəndə o pul hansısa bir dolayı yoldan çıxacaq səndən. Amma sən Allah yolunda sədaqə verəndə Allah Taala o sədaqəni bu dünyada sənə qaytarır. Bu dünyada qaytardığı halda təsəvvür gör axirətdə bunun əvəzi yoxdur da. Yəni sən Allah qatından gör nə nemətlər veriləcək inşallah. İnşallah. Bir də burada mən zəkat və sədaqənin iqtisadiyyat tərəfindən də toxunmaq istərdim ki, yəni bu həqiqətən belə deyək də məsələyə bir dövlət prizmasından baxsaq, nə qədər iqtisadi aktivliyi artırmış olur da. Yəni bu günləri məsəl üçün evdə yatan pulu sən çıxardıb bir kasıba verirsən və yaxud da ki bir ehtiyac sahibinə verirsən, o da gedir bazardan nəsə alırsa, və iş görür. İş görür və ya nəsə eləyir və artıq bir yatmış pullar dövrəyə girir və bu da bir növ iqtisadiyyatın canlanmasına gətirib çıxardır da. Hətta bu yaxınlar səhv etmirəmsə, Mərkəzi Bank belə bir elan eləmişdi ki, nə qədərsə vəsaitlər evlərdə yatır da. Yəni və bu iqtisadiyyata bunu necəsə təzədən cəlb eləmək lazımdır. Bu da bir növ həqiqətən İslamlı iqtisadiyyatın dirçəlməsi üçün, canlanması üçün bir vasitələrdən biridir ki, yəni biz bu günləri evimizdə yatan və bu günləri sədaqələr, zəkatların məbləğinə baxsaq milyonlarla bu vəsait eləyir də. Həmin o milyonlarla vəsait yenidən iqtisadiyyata qayıdır və istər-istəməz artıq sən verdiyin zəkatın iqtisadiyyata belə deyək də canlanmasına yenidən qazanırsan vəsaiti. Yəni sanki bir növ özün üçün belə deyək də bazar yaratmış olursan. Hər tərəfli yəni, burada hər kəs qazanır. Hər kəs qazanır. Belə bir şey də var, bəlkə də görmüsüz. Əslində biraz belə hesablayanda 1 + 1 2 olmalıdır, alınmır da, uyğunlaşmır. Sən sədaqə verirsən, halbuki deyək ki, müəyyən bir pulun var da, sən yəni bundan çox deyil, artıqdır gəlmir. O sədaqə verdiklərin var ha, yəni hesabladığında bu qədər qalmalıdır sənə. Amma baxırsan ki, elə bil ki azalmır pul. O doğrudan insana belə göstərilir bəzən. Yəni sən bunu görən, hiss edən insan buna bir fikir versə, o elə bir möcüzəni görə bilir və hətta o vaxt bir dənə böyük bir şeyx var idi ərəb ölkələrindən birində. Yoxsa böyük bir imkanlı bir insan deyir, sən deyir necə oldun ki belə imkanlı oldun? Deyir mən deyir Allahla bir növ belə deyək də mübarizəyə girdim, belə yaxşı yəni təbiri caizsə yarışa girdim, bəli. Deyir Allah mənə verdi ruzu, mən onu verdim kasıba. Allah mənə ruzu verdi, mən onu ehtiyac sahibinə verdim və belə yarışma getdi. Axırda mən təslim oldum. Allah daha çox verdi, mən az. Yəni Allah Taala öz nemətlərini istədiyinə hesabsız verə bilər. İstədiyindən də qısıtar onu yəni. Bu halda da bizim imtahanımız başlayır. Yəni hə mənim bir pulum var, bu deməkdir ki, ömürlük mən nemət içində olacağam və yaxud bu mənim üçün nemətdir. Bu sənin üçün bəla ola bilər. Yəni belə bir deyim var, hətta bir pul səni Allaha yaxınlaşdırırsa bu nemətdir, Allahdan uzaqlaşsa bu bir bəladır əslində. İndi biz necə edək ki, ümumiyyətlə zəkat verə bilək? Yəni necə düşünürsünüz? Nətər olar ki, o təbəqəyə düşə bilək? Necə bir müsəlman çalışsın ki, sədaqə verənlərdən olsun, həqiqi sədaqə verənlərdən olsun və həqiqi zəkat verənlərdən olsun. Çünki zəkatın özü böyük bir məbləğdir. Yəni bir nisbətdə alsaq, bir məbləğ olmalı, bir il ərzində qalmalıdır. 80 qram qızıl desək də. Və o bir il ərzində azalmamalıdır. Zəkat məsələsini demək biraz çətin olacaq sözün açığı o. Yəni orada artıq biraz iqtisadiyyat və ya biznes məsələsinə keçmiş olacaq. Yəni orada artıq necə sağlam biznes qurmalısan ki, gəlirlərin kifayət qədər çox olsun və ondan zəkat verə bilirsən. Burada mən düşünürəm ki, yəni elə insan əgər həqiqətən də səmimi qəlbdən bunu istəsə, Allah ona nəsib eləyər. Birinci növbədə çox bəzən elə bir şey olur, görürsən ki, sən bunu çox istəyirsən, amma birdən yadıma düşür, heç mən bu mövzuda dua etmirəm də, həqiqətən də yəni normal bir davamlı dua etməmişəm. İndi nə vaxtsa bəlkə yadıma düşüb belə. Ona görə düşünürəm ki, birinci növbədə bu mövzuyla bir dərdlənmək, insan bir güclü müsəlman olmağı dərd eləsin özünə ki, mən bəli, yəni həm fiziki, həm maddi olaraq güclü olacağam və bu mənə verilən ruzudan da istifadə edəcəm. Və bunun üçün dua eləsə və təbii ki, həm fe'li dua, həm əməli dua ikisi də eyni şeydir. Həm belə dua, həm əməli dua eləsə, inşallah ki, Allah ona nəsib eləyər deyə düşünürəm. Amma belə indi təbii ki, o artıq elə bir mövzudur ki... Amma niyyət önəmlidir. Sözsüz. Yəni, əməllər də niyyətə görədir. Yəni, məsələn, baxırsan ki, ətrafınızda ola bilər. Bəzi dayılar olur, baxırsan pensiyadadılar. Yəni, böyük bir gəliri yoxdur. Hər il ümrəyə gedir adam. Yəni, çünki niyyət var və Allah Taala yetişdirir. Amma adam var ki, pulu, malı, dövləti
başından aşır, amma gedə bilmir. Yəni nəsə bir səbəb çıxır, harasa gedir, yəni xəstəlik olur. Allah müvəffəq etmir. Ona görə bir növ çalışma olmalıdır. Yəni hətta bəzən deyirlər ki, adi bir ümrədə bəzi qardaşlar deyir ki, 50 manat və yaxud 100 manat ayda atsan, bir il, bir il yarıma gedə bilirsən. Yəni amma biz hansımız bunu mütəmadi şəkildə eləyirik ki, hər il məsələn ümrəyə gedək. Eyni şey zəkat. Məsələn, bir miqdar atıldığı halda bəzi müddətdən sonra sən zəkat verə bilirsən. Yəni hətta mən düşünürəm ki, insanın səmiyyəti olanda hətta daha aşağı vəzifələrdə işləyə bilərsən, sən zəkat verə bilərsən. Daha yüksək səviyyələrdə işləyə bilərsən, zəkat verə bilməyə bilərsən. Yəni o bizi nəyə oxşuyur? İnsan elə bir ki, deyək ki, qazancı artır, xərclədiyi də artır və hər şey baxışı da artır və elə bir ki, o bir növ mal, mülk, vəzifə insanın qəlbinə girir və zəkat, adamlar var ki, eşidirik, Allah hallardan qorusun, zəkat gələcək bir hala gələndə xərcləyir. Müvəffəq olmur, verməmək üçün. O bir bəladır. Yəni qəlbin bəlasıdır yəni. Ona görə sədaqə vermək üçün sədaqə ilə bağlı bir dənə belə praktiki nə məsləhət bəlkə verə bilərəm. Daha çox ayın mən indi elanlar paylaşanda görürəm o belə deyək ki, yəni ayın əvvəli necə baş verir bu və ayın sonu istər-istəməz gələn iyanələri. Ona görə əgər kimdəsə belə bir şey varsa ki, mən əslində iyanə eləmək istəyirəm, amma nə bilim pulum çatmır və s. bəzən belə ayın əvvəli gördüyü fürsətləri dəyərləndirsin vaxtında. Çünki pulumu xərcləyəndən sonra ayın axırına məsələn az pulu qalır və artıq sədaqə elanı görəndə ya məsələn 3-5 manatdan artıq verməyə ürəyi gəlmir ki, birdən özüm pis vəziyyətdə qalaram, ya da ki ümumiyyətlə onu da eləmir. Ona görə ayın əvvəli biraz bu fürsətləri dəyərləndirsə, inşallah ki, Allah da onun ayının sonunu bərəkətləndirər və o yavaş-yavaş da bu bərəkəti hiss elədikcə özü də daha ürəklənəcək və iyanələrini artıracaq inşallah. Burada sədaqə məsələsində yəni burada bir tövsiyə xarakterli olaraq, yəni o sədaqə cari edilən bir məsələ də vardı. Yəni davamlı sədaqə. Yəni biz həyatımızda çalışmalıyıq, onlara da bir üstünlük verək. Yəni gündəlik etdiyimiz sədaqələrin yanında həyatımızda çalışmalıyıq ki, o axıcı, davamlı olan sədaqələrə də üstünlük verək. Yəni o nədir? İzah versək? İzahını versək, yəni sədaqələr var ki, bu dəqiqə insanın hər hansısa bir çətinliyini və yaxud da sıxıntısını aradan qaldırmaq üçün verilən sədaqə var. Bir də var ki, uzun müddətli qalıcı bir sədaqə olar. Bundan nə misal gətirmək olar? Yəni hər hansısa bir məscidin tikintisində müəyyən bir dəstək olmaq, hər hansı bir yolun çəkilişində, hər hansı bir məktəbin tikilişində və yaxud da hər hansı bir insan təhsil, elm arxasınca gedirsə, onun təhsilinə yardım etmək, elm qoymaq. Elm qoymaq. Yəni bu kimi şeylər artıq sən həyatda olmasan da belə, həmin o belə deyə də qoyduğun sədaqədən insanlar istifadə etdiyi müddətcə sənə oradan savab gəlir. Yəni bu bir axıcı, davamlı bir sədaqə getmiş olur, yəni. O bir dənə şey yadıma düşür. Bu rayonlarda o vaxt çox görərdik. Hər yolun başında bir dənə axar su qoyardılar, sədaqə, bulaq. Bugün böyük bir megapolis ölkələrə gedirsən, bəzən bir dənə yerdə su tapa bilmirsən. Məsələn, getməlisən böyük bir şopa, oradan su almalısan. Amma həmən o sədaqələri etsək, məscidin yanında, qıraqda, kənddə, bağda, bostanda biz görərik ki, biz dünyamızı dəyişəndən sonra nə qədər... Çünki o su ən böyük sədaqədir, yəni əslində bir susuz insanı su ilə bir artiziyanın qazılmağına kömək etmək, bəli, Afrikada məsələn. Elə Azərbaycan özündə də ki, çox rayonlarda var ki, misal üçün artiziyandan, yəni su artiziyandan gəlir. Artiziyanın qazılmağına kömək etmək və ya siz demişəm, bir yol qırağına bir bulaq çəkmək, insanlar gedən gələn oradan su içsə, yəni bu savabı həqiqətən həddindən artıq çoxdur və əsas burada niyyət məsələsidir. Yəni ümumiyyətlə sədaqə verəndə niyyətlərimiz həqiqətən çox önəmlidir və biz o əgər o sədaqə cəriyə niyyəti ilə də o vəsaiti veririksə, inşallah ki, bu bizə bir o insanlar ondan istifadə etdiyi müddətcə biz onun savabını qazanmış olacaq inşallah. Yəni burada ümumiyyətlə düşünürəm həm bir motivasiya kimi insan bu işlərdə aktiv olmasına motivasiya kimi, yəni şəxsən mən özümə ən çox təsir edən məsələ bu olub ki, yəni insan başa düşməlidir ki, buna birinci növbədə özünün ehtiyacı var. Yəni sədaqəni verdiyin insanın bir ehtiyacı varsa, sənin özünün buna 2 ehtiyacın var. Çünki biz bilirik ki, yəni sədaqə bizim günahlarımızı yuyur ilk növbədə. Yəni və yaxud da qəlbimizi yumşaldır və yaxud da bir bəladan qoruyur. Çox orada yəni sədaqənin faydaları, zəkatın, infaq, ümumiyyətlə pulla olmasın, başqa cür infaqların, xeyir əməlində ümumiyyətlə yəni faydaları insana saymaqla bitməz. Və bizim özümüzün buna daha çox ehtiyacımız var. Onu başa düşəndə sən hətta bir dəfə harda belə bir söz qarşıma çıxdı, deyir ki,
kimsə məsələn sənin qarşına bir fürsət çıxıbsa və yaxud da sənə müraciət edibsə ki, yardım üçün, sən ona təşəkkür eləməlisən ki, o məhz səni seçib ki, sənə bir xeyir əməl eləmək fürsəti yaradıb. Necə gözəl sözdür də. Onu eşidəndə dedim ki, yəni bundan sonra bu həqiqətən də o insanlara başqa cür davranmaq lazımdır ki, yəni o əslində bəlkə də yəni o seçməyib, Allah onu sənə əslində yönləndirib də, sənin üçün bir fürsət yaradıb. Çox bir ağır hədis var. Deyir, axirətdən qabaq vaxt gələcək, insanlar sədaqə zəkat verə biləcək yer tapa bilməyəcəklər. Halbuki hamının pulu olacaq, imkanı olacaq. Bu çox ağır bir şeydir. Yəni bəzi ölkələr var, oradan imkan sağlam tapa bilmirlər. Yəni hamının maaşları var, hamının hər bir şeyi var. Və ona görə də fürsətlər olduqca əlbəttə ki, bunu istifadə etmək lazımdır və sənin verdiyin sədaqə səni azaltmaz. Səni azaldan sənin xəssisliğindir. Və İmam Əş-Şafi rəhməhullah deyir ki, verdiyim zaman varlanıram, saxladığım zaman isə yoxsullaşıram. Yəni gör onlar varlığı və yoxsulluğu nədə anlayırlar? Yəni nə verirəm mənimdir, nəyi saxlayıram mənim deyil yəni. Necə ki Peyğəmbər sallallahu əleyhi və səlləm qurbanlıqda qurbanı paylayırlar. Deyir ey Ayşə radiyallahu anha, nə qaldı bizə? Deyir bizə deyir qolun bir hissəsi qaldı. Deyir xeyr. Bizə qalan deyir hər şey. Ondan qıraq, bəli, hamısı qaldı, bu qalmadı. Ona görə həqiqətən sədaqə və özün ehtiyacı olduğu halda sədaqə vermək. Yəni bu siz o elə insanlar var ki, 1 manat sədaqə verər, amma bəlkə də əksər insanlardan çox sədaqə vermiş olar. Bilirsiniz necə olur bu? Çünki cibində 5 manat var. Son 5 manatından 1 manatını verir. Ona görə burada düşüncə bu həm də həqiqətən odur da imanın göstəricisi olur. Yoxsa sənin belə yəni 10 minin var 5 manat verirsənsə inanın ki, həqiqətən yadıma salıram elə insanlar var da. Mən bilirəm ki, bu adamın çox yaxşı imkanı var da. İnanırsınız deyirsən ki, belə bir adam var da kömək eləməli. Çox pul da istəmirsən. Məsələn deyirsən 50 manat ver yəni məsələn. Hər cür bəhanələr orada yadına düşür. O oldu, bu oldu, buna verməliyəm, buna verməliyəm. Bilirsən ki, var da, yəni 50 manat heç nə eləməyəcək. Amma o anda bir tərəfdən də fikirləşsən ki, Allah ona nəsib eləmir əslində. Yəni, artıq o çünki elə bir yanaşması var ki, qəlbində. Allah deyir ki, tamam, yəni sənin bu şeyindən zaten yəqin lazım deyil. Bilirsiniz, o axirətdə insan deyir, üzr istəyirəm, lümbəlüt gələcəkdə heç nə olmayacaq. Və oranın qorxularını görəcək, cənnət görəcək, cəhənnəm görəcək və deyir, bəziləri deyir, bütün dünya nə varsa hamısını verməyə hazır olacaq, fəda verməyə olacaq. Övladını, malını, dövlətini. Amma ondan qəbul olunmayacaq. Ona görə o günə qədər biz gələk həqiqətən azuqə yığaq. Çünki belə bir xurma ilə belə özümüzə gələk azuqə quraq və Ramazan ayıdır və belə deyək də Ramazan ayı üçün də böyük fürsətlər var. Yəni məsələn iftar süfrələridir, sonra fitrədir, sonra ehtiyac sahiblərinə kömək etməkdir. Özümüz ac qalmaq fürsəti var ki, biz ac qalıb artıq kasıbların, ehtiyac olanların halını anlaya bilək. Ramazan ayında ən çox edilən səhvlərdən biri, yəni dost tanışı yığıb iftar vermək, hansı ki, heç birinin buna ehtiyacı yoxdur da. Bəli. Və artıq sonuncu sualımıza keçmək istəyirik. Bu da mənim üçün məsələn çox mühümdür. Yəni bəzən insanlar sədaqə verir deyək və yaxud zəkat verə bilmir və çalışmır. Və yaxud bir qurban kəsir, amma daha çox kəsə bilər, çalışmır. Və yaxud burada qurban kəsir, amma həcdə qurban kəsmək üçün çalışmır. Və yaxud bir müddət edir, sonra etmir. Yəni davamlıq yoxdur da. İndi sual oldu ki, Adil qardaş, necə çalışaq ki, başqalarına yardım edə bilək? Yəni burada həm maddi yardımdan söhbət gedir, həm başqa yardımlardan. Necə edək ki, başqalarına yardım edək? Yəni mən məsələdə yəni də öz misalımızdan nümunə gətirəcəm. Yəni biz biganə qavm olaraq prosesə başlayanda yəni dediyim kimi 5 nəfər idik. Yəni biz belə deyək, ilk müddətdə pəs etmədik. Yəni ruhdan düşmədik. Biz həm Allaha güvənərək bu yola çıxdıq və davamlılığı qoruduq. Yəni gündəlik olaraq biz nə etdiyimizi hər kəsdən paylaşmağa başladıq və burada 2 faktor, yəni ümumiyyətlə hər hansısa bir sosial yardımlaşma işində və ya hər hansısa xeyriyyə işində ən vacib 2 faktor varsa, birincisi davamlılıqdır, ikincisi şəffaflıqdır. Yəni bugün insanlar yardım etmək istəyir. Həqiqətən ya ətrafımızda yüzlərlə insanlar var ki, yardım etmək istəyir, amma hara?
necə? Yəni bu gün təəssüf ki, az öncə Tamerlan qardaş da dediyi kimi, yəni sui-istifadə halları çoxdur. Qarşımıza çox elanlar çıxır, amma nə dərəcədə səhih, düzgün, doğru olduğunu bilmirik və buna aldanan çoxlu insanlar var deyəndə, onlar da bu günləri hər hansı bir yardım etmək istəyəndə bir 10 dəfə düşünür, deyir, yox, yəqin ki, bu da dələduzdur və ya da fırıldaqdır deyəndə yardım etmir və dayanır. Və ona görə bu günlər dediyim kimi iki vacib faktorlardan birincisi davamlılıqdırsa, ikincisi etibardır. Yəni biz biganə qalmada bunu çalışdıq. Yəni bu günləri Tamerlan qardaşla misal üçün öz qrupda davamlı olaraq hesabat paylaşırıq ki, yəni biz bu qədər vəsait yığıldı, biz bu qədər adama yardım etdik. Yəni söhbət o pandemiya dövründə aksiyanı biz gündəlik hesabatlarını paylaşırdıq, çekləri paylaşırdıq ki, bu qədər xərclədik, bu qədər vəsait gəldi və bu hara getdi, nə qədər ailəyə yardım olundu, nə qədər ərzaq aldıq, ambarda nə qədər malımız var, tədarükümüz var. Yəni bu şeylər bir növ xeyriyyəçilik işini və ya sosial yardımlaşma işini davamlı edir. Yəni insanlarda güvən yaratmaq ən böyük faktorlardan, ən böyük vacib məsələlərdən biridir. Mən bunu Adi qardaş açığı podkast boyu pandemiya vaxtını vurğuladı, amma Allah həmd olsun, yəni bu günə qədər biganə qalma davam edir. İldə 5-6 dəfə fərqli regionlara, ucqar kəndlərə səfərlər olur. Bəzən tutaq ki, ayaqqabı kampaniyası olur ki, sırf məsələn ayaqqabı, məktəb ləvazimatları, geyimlər və s. yəni davamlı şəkildə bu gedir və hesabatları verilir. Həqiqətən də o güvən yaranma məsələsi önəmlidir. Mən inanıram ki, xeyli daha çox insan sədəqə vermək istəyir, amma güvənmir və bir neçə dəfə də əksər insanları dindirsəz, güvənin sarsılacağı şeylər başına gəlib. Ondan sonra da deyirəm, vermirəm həmişə. Bu işdən əl çəkən insanlar da var. Məsələn, iki dəfə alladıblar, bu işi buraxıb ki, mən araşdıra bilmirəm və s. və l. Bu yaxınlarda bir videoda belə bir şey qarşıma çıxdı. Ümumiyyətlə bu sual məndə də yaranır və başqa insanlarda olub görmüşəm, bu sual veriblər ki, bəs biz kimsə yaxınlaşır istəmə, bilmirəm də onu ehtiyacı da həqiqətən yoxsa yox, verim, verməyim də. Bir dənə video qabağım, sonra deyir ki, yəni sən bəyəm bu dəqiqə sahib olduğun hər şeyə layiqsənmi ki, səndən qarşına çıxıb nəsə istəyən adamın ona layiq olub-olmadığını sorğuluyursan. Əgər şübhələnəcək ciddi bir səbəbin yoxdursa, adam yaxınlaşıb sənə istəyir versən, zaten Allah rızası üçün versən, sən onun nəticədən məsul deyilsən. Yox, konkret bilirsənsə ki, səni alladır. Məsələn, olur da bəzən onu belə, məsələn yaxınlaşıb görsən ki, bu sərxoşdur da məsələn, o başqa. Amma belə yaxınlaşıb şübhəlisən, amma şübhə olacaq bir səbəbin də yoxdur, sadəcə tanımadığın üçün şübhəlisən. Elə olan anda deyir ki, yəni ver, sən ondan qalanından zaten narahat olma. Bu çalışma barədə mən uşaq idim, atam mənə bir şey danışdı. Dedi ki, mən cavan yaşlarımda atam bir belə deyək də, dünyasını dəyişən adamın məclisində bir molla idi. O da neçənci illərdə ki, o vaxt din də belə zəif idi. Atama bir söz dedi ki, oğlum deyir, sən deyir pulun olsa, sən deyir bax, onu deyir bastıran insanı kəfənləyə bilərsən, onu bastıra bilərsən, onun qoyduğu ailəsinə, övladlarına, yetimlərinə kömək eləyə bilərsən. Sən deyir başqa insanlara kömək eləyə bilərsən. Və həqiqətən onu həmişə atam mənə deyirdi və mən onu özümdə şüar saxladım ki, mən bu gün güclü olmalıyam ki, həm maddi tərəfdən, həm ağıl tərəfdən, həm necə deyim, çalışma tərəfdən, hər bir yöndən. Çünki güclü mömin zəif mömindən daha üstündür, amma hər ikisi Allah katında dəyəri var. Və biz də bu gün məsələn bu gün halal şəkildə əlbəttə ki, çalışmasaq, doğru şəkildə çalışmasaq və həqiqətən çalışmasaq, biz bu gün bizim yəni etdiyimiz işlər məhdud olacaq, yəni. Yəni nə mənada biz bunu belə deyək də zəkat tərəfini desək, sədaqə tərəfini desək. Məsələn, adamlar var ki, baxırsan ki, məqsədi yeni bir məscid açmaqdır. Yəni görün bu adam nə qədər çalışır ki, həm ailəsini dolandırır, həm də ki, hansısa bir yerdə bir məscid açmağı düşünür. Hansısa bir yerdə bir su quyusunu qazmağı fikirləşir. Hansısa bir ölkələrə yardımlar etməyə çalışır. Öz rayonunu emar etməyə çalışır və əlbəttə ki, bunun təməlində məncə çalışqanlıq durur. Yəni düzdür, Allah Subhanahu taala istədiyinə verir, amma baxırsan o insandan çoxsu biz yatdığımız vaxt yatmırlar. Onların dərdləri böyük olur. Yəni onların çalışmaları böyük olur. Yəni onlar saat 4-dən baxsan işlədilər, saat lazımı vaxtda yatırlar və s. Bu da əlbəttə ki, Allah çalışana verir. Və niyyət. Allah bizi də onlardan eləsin. Amin, amin. Niyyət məsələsi həqiqətən çox önəmlidir. Yəni niyyət zaten belə də arzulamaq
bu limitsiz bir şeydir də. Yəni səni heç kim bununla limitləmir ki. Yəni gözəl şeylər arzulaya bilərsən, niyyət edirsən. Allah mənə imkan versin. O cümlədən yaxşı söz eşitdim. Deyir ki, axirətdə insanlar ən çox niyyətlərinə görə peşman olacaqlar ki, kaş ki bu əməl eləyəndə bunun o birisi niyyətində. Çünki bir əməldə bir neçə niyyət ola bilər. Onu da eləyərdim, bunu da niyyət eləyərdim, bunu da niyyət eləyərdim. Çünki ona o ehtiyacı olacaq orada. Hətta misal nə dərəcədə düzgün olacaq? Səhabələrə niyyət tacirləri deyərdilər ki, yəni bir xeyir əməl edəndə onun arxasında bir 5-10 niyyət tutardılar ki, savab oxçuları, savab oxçuları demək olar. Savab oxçu. Bəli. Yəni ona gəlmək istəyirəm. Yəni biz zaten arzularımızı, niyyətlərimizi geniş tutanda bu artıq nəyinsə bir bünövrəsini qoymuş oluruq. Yəni Allah nəsib edərsə biz onu icra edərik, savabını qazanmarıq, amma ən azı bilirəm ki, niyyətimizə görə Allah Subhanahu taala bizə onun savabını verəcək. Yəni mən bunu istəmişəm. Gücüm çatmayıb, imkanım çatmır, amma olsaydı mən bunu edərdim. Yəni bu bir növ bizim özümüzə bir bəraət qazandırmış oluruq. Yəni mən bunu etmək istəmişəm. Həqiqətən gücüm çatdığı qədərini də etmişəm, amma bunu istəmişəm, amma gücüm çatmayıb. Amma əminəm ki, onun biz savabını inşallah qazanacağıq. O mütləq elədir. Çünki niyyət elə bir şeydir ki, Allahın rəhmətinə görə xeyirli niyyətlər bizə verilir. Pis niyyətləri Allah bağışlayır, əfv edir qullarına. İndi biz də təsəvvür edin ki, elə insanlar var ki, axirətdə böyük bir əməllərlə gəlməyəcək, amma böyük bir niyyətlərlə gələcəklər ki, o niyyətlərini Allah Taala imkan versəydi, onlar onu edəcəklər. Həqiqətən səmimi şəkildə bunu niyyətlənirlər. Ona görə əlbəttə ki, bir insan məsələn o adi bir hadisə də olmuşdu. Səhv etmirəmsə, bir nəfər həccə getmək istəyir, pulunu yığır, hazırlayır. Getməmişdən qabaq bir ehtiyac sahibini görür, bütün pulunu ona verir. Gedə bilmir həccə, ömrü boyu niyyətləndiyi bir yerə gedə bilmir. Sonra onun ətrafında olan insanlar hamısı həccə gedir. Ondan sonra həmən insanların birisinə həcdə yuxu gəlir ki, o da sual verir ki, bizim həccimiz kimdən qəbul olundu? Deyir, həmən falan kəsdən qəbul olundu, gəlməyən adamdan qəbul olundu. Çünki onun niyyəti daha geniş oldu. O niyyəti də oldu və Allah yolunda xərclədi. Düzdür, burada bəzi bir belə deyək də izah etmək istəyərdim ki, biz anlamalıyıq ki, hər bir şeyin öz yeri var. Yəni məsələn, fitrə zəkatını mən Ramazanda verməliyəm. Qurbanı mən qurbanlıqda kəsməliyəm. Yəni zəkatın öz vaxtı var. Sədəqənin öz vaxtı var. Ailəvə xərclədiyin öz yeri var. Kasıblara xərclədiyin öz yeri var. Bunun hamısının özünün bir haqqı var. Zövcəvə xərclədiyin belə, övladıva xərclədiyin belə, bu əlbəttə bir sədəqədir, təsadduqdur. Valideynlərinə xərclədiyin belə, bunlar hamısı təsadduqdur, xeyirdir. Belə bir söz də var ki, əgər bir insanın duasında sənin adın keçirsə, bu sənin üçün böyük bir sərvətdir. İndi mən düşünürəm ki, Adil qardaş, Təmirlan qardaş, siz o işlərlə və burada sizin misalınızda olan başqa qardaşlar, həmən layihələrdə, başqa layihələr var, məsələn, ölkədən xaricdə, Fələstində, başqa yerlərdə, Afrikada, Yəməndə, baxırsan ki, çox böyük ehtiyac sahiblərinə kömək edən insanlar var. Onların da belə deyək, böyük bir imkanları yoxdur. Onlar da çalışırlar ki, əllərində 5 manat varsa 1 manatı Allah üçün xərcləsinlər. Əsas bu da niyyətdir və nəticəni də verən Allahdır. Bu mövzuda əlavələriniz varsa, tövsiyələrinizi deyərdim. Mən bir dənə son olaraq onu demək istəyirəm ki, düşünürəm ki, bizim üzərimizdə fərz demək yəqin ki, olmaz. Yəni vacibdir ki, biz həqiqətən güclü olaq. Çünki bunun üçün hər şeyimiz var. Yəni Allah bizə hər şey verib, nemətlər içindəyik və bizim artıq burada bir dənə üstümüzə düşən odur ki, güclü olaq hər cəhətcə. Həm ədaləti bərqərar eləmək baxımından hardasa bir şey görəndə onu düzəldə biliriksə, o belə bir şey keçir. Yəni hətta yolda maneəni götürmək belə böyük bir xeyir əməldir, sədəqədir. Bəli. Yəni hardasa nə gücümüz çatırsa, hərəmiz fərqli yerlərdə işləyirik, fərqli ortamlarda oluruq və orada nəyi düzəldə biləriksə, bu istiqamətdə iş görmək və yaxud da kiməsə yardım eləyə biləriksə eləmək. Həqiqətən də bayaq Adil qardaş dedi. Yəni pulun yoxdur, paylaşmaqla dəstək ol ən azından. Yəni, bu ola bilməz ki, istəyən adam mütləq ki, orada bir yolunu tapar ki, mən bu məsələyə necə kömək eləyə bilərəm. İstəməyəndə ki, o olmadı, bu olmadı. Yəni, bu da bir daha yenə də o iman testidir. İnsan öz qəlbini burada rahatlıqla yoxlaya bilər ki, görüm, orada mən bu qabama çıxında mən can atıram ona. Yoxsa əksinə bəhanələr axtarıram da. Yəni, inşallah ki, yəni, düşünürəm, bu və az bilməmək. Yəni... Bəli. 100%. Az bilməmək hər bir əməli. Çünki o xırdalardan başlasan, amma niyyətinə görə və yaxud da
sənin o belə deyək, davamlı bunu eləməyə çalışmağına görə Allah inşallah onu artıracaq. Və yəni davamlı olaraq imanı artırmaq deyim, iman dərsləri deyim, nə deyim. Mən düşünürəm bunların çox təsiri var. İnsan onun mahiyyətini anlayanda ki, mən bunu eləyirəm, bu mənə nə verir və yaxud da bununla nə baş verir ümumiyyətlə. İnsan daha da çox onu istəyir və bayaq dediyim məsələ ki, yəni bir dənə o moment olur ki, insan başa düşür ki, bu mənim özümə daha çox lazımdır. Mənim buna ehtiyacım var. Buna rəsmən ehtiyacım var. Yəni hava, su kimi mənim bu əməllərə ehtiyacım var. Onu başa düşəndə insan həyatının mərkəzinə qoyanda artıq tamamilə yanaşması dəyişir, özü axtarır bu tipli şeyləri. Və inşallah ki, Allah bizi də bu şeyləri həyatının mərkəzinə qoyanlardan eləsin. Daimi, axıra kimi belə olsun. Ən azı bu şuurumuz olmalıdır ki. Bəli. Yəni Tamirlan qardaşın sözünə qüvvət. Bunu həyatımızın mərkəzinə qoymaq üçün çox yaxşı bir fürsət gəlir qarşıdan. Ramazan ayı gəlir. Yəni adətən yəni müsəlmanlar Ramazanına qədər və Ramazandan sonrakı 2 yerə bölünür. Biz bilirik ki, Ramazan vaxtı imanımız istər-istəməz artır, ibadətlərimizin sayı artır, sədaqələrimizin sayı artır və biz özümüz üçün bir hədəf qoyaq ki, inşallah ki, bu Ramazanda sədaqələrimizin sayını necə artırırıqsa, Ramazandan sonraki dövrdə də bunu davam elətdirə bilək. Yəni və həqiqətən Allah o niyyətə görə də inşallah ki, bizə o savabı qazanmağı və o belə əməli davamlı olaraq həyata keçirməyi nəsib edər inşallah. Yəni mən özüm tətbiq etdiyim bir belə deyək də Ramazanın hər günü müəyyən bir sədaqə çıxartmaq, xüsusən də son 10 gündə gecələri xüsusən sədaqə çıxartmağa çalışıram ki, yer axtaram ki, hara çıxartmaq olar ki, yəni biz bilirik ki, son 10 gündə, son 10 gecədə daha doğrusu Qədir gecəsi var ki, hansı ki 1000 aydan daha xeyirlidir və o gündə həmin zaman edilən ibadət, həmin zaman edilən hər hansı bir dua mı deyim, ibadət mi deyim, yəni daha xeyirli olduğu üçün və 1000 qat savab qazandığı üçün, yəni təsəvvür həmin gecə verəcəyiniz bir 10 manat və ya da ki verəcəyiniz 1000 manat 1000 qat savab olaraq qazanacaqsınız. Yəni bu belə bir fürsətdir. Yəni ən azı Ramazanın son 10 gecəsini bunu belə edib, davamlı edib həmin o gecənin savabını qazanmaq olar inşallah. Və burada yenə də Tamirlan qardaşın dediyi kimi son olaraq onu demək istəyirəm ki, mən tək nə edə bilərəm deyərək özümüzü sıxmayaq, özümüzü çərçivəyə salmayaq. Çünki biz bilirik ki, yağışda tək-tək damlalardan ibarətdir, amma birləşəndə səhrada bir gülüstanlıq yaradır. Yəni və mən əminəm ki, yəni dünyanı böyük insanlar yox, yəni az-az davamlı və ixlasla yardım etmək istəyən, dəstək olmaq istəyən insanlar xilas edəcək. Yəni və ona görə biz də o insanlardan olmaq üçün ən azı bir çalışmalıyıq, altına salıb çalışmalıyıq. Əgər nəsə eləmək istəyirsinizsə və bilmirsinizsə nə edəsiniz, bizi tapın. Biz bəli. Biz istiqamət göstərək. Ən azı misal üçün deyim ki, bizim bir adət Tamirlan qardaş az öncə dedi, biz biganə qalma olaraq davam etdiyimiz bir layihələr var. O da nəyə görə? Moskvada biz qalib gəldikdən sonra başa düşdük ki, biz yaxşı bir iş görmüşük. Bunu dayandırmaq olmaz, bunu davamlı etmək lazımdır. Ondan sonra bir 4-5 aksiya var ki, davamlı olaraq həyata keçiririk. Onlardan biri də misal üçün hər Ramazan bayramında biz ucqar kəndlərə gedib uşaqlara oyuncaq payda edirik ki, yəni biz bilirik ki, yəni o sevinci, Ramazan sevinci. Yəni bayram havasını yaşasınlar. Yəni Qurban bayramında gedirik böyük kəndlərdə süfrələr açırıq uşaqlar üçün ki, yəni həmin o bayramı yaşasınlar. Eyni şəkildə Ramazanı da çalışırıq ki, uşaqlara gedib o sevinci aşılayaq. Başıma gəlmiş bir hadisəni deyəcəm. Məsəl üçün bir kəndlərin birində adətən uşaqları yığırıq, deyirik ki, bir söhbət falan edirik və bildirik ki, məsəl üçün uşaqlar bugün nə bayramıdır? Həmin o cavabdan şoka düşdüm. Yəni bütün uşaqlar eyni ağızdan bugün qara bayramdır. Yəni kənd yerlərində yayılmış bir adət var ki, Ramazan bayramında hər kəs gedər qəbir ziyarətinə və ona görə həmin günü bir qara bayram olaraq qeyd edərlər. Biz ondan sonra uşaqlara başlamışıq. Yox, bu gün yəni qara bayram deyil və əksinə yəni sevinmə bayramıdır və s. Uşaqlara oyuncaq falan verəndən sonra uşaqlarda istər-istəməz artıq bu şuur altında müəyyən bir şey formalaşır ki, yeni illə paralelində bir qurban və ya Ramazan bayramı da var. Hətta yəni dəfələrlə belə bir feedback geri dönüş alırıq ki, misal üçün Qəbələdə bir bayram keçirmişdik. Sonra uşaqlar hamısı deyir ki, biz Akif babanın bayramından istəyirik. Yəni Akif qardaşın həyətində keçirmişdi o bayramı. Yəni uşaqlar artıq həmin bayram Akif babanın bayramından nə qədər əcr qazanıb. Yəni alternativlərini vermək lazımdır. Yəni bu günləri biz sevindirmək lazımdır həqiqətən. Bizim üçün əgər Ramazan bayramı, Qurban bayramı əgər bizim üçün önəmlidirsə, bunu
sevdirmək lazımdır. Sevdirmək lazımdır. Həm üzərimizə düşən bir məsuliyyətdir. Yəni qarşıdan Ramazan gəlir və Allah bizi çatdırsın. Amin. Və Ramazanı bunu çatdırsın. gözəl şəkildə Bəli. keçirməyə muvaffəq etsin. Amin. Amin. Allah sizdən razı olsun. Allah xeyirlərə vəsilə olsun və hamımızı Allah üçün çalışanlardan və əl-ələ verib bir-birimizə yardım edənlərdən etsin. Amin. Allah sizdən razı olsun və bu məsələn bura ayrılan zaman da bunu təşkil edirəmsiz. Bu da əslində bir sədaqədir. Allah sizdən qəbul eləsin. Amin, amin. Assalamu aleykum və rəhmətullahi və bərəkət. Növbəti görüşdə də görüşənədək.